Mən Nərgiz Musayeva. Bugün sizləri Newton konseptinə daxil olan modullardan biri olan enerjini tədqiq edirik modulu ilə tanış edəcəyəm. Otağımız iki fəaliyyət sahəsindən ibarətdir. İlkin olaraq biz müxtəlif enerji növləri haqqında məlumatlar əldə edirik. Bildiyimiz məlumatları bir-birimizlə bölüşürük. Daha sonra bildiyimiz məlumatları bir-birləri ilə bölüşürlər. Enerjinin müxtəlif növləri, enerji çevrilmələri, enerji ötürülməsi haqqında, həmçinin enerjinin saxlanması haqqında da qanunu müzakirə edirlər. Artıq enerji haqqında müxtəlif bilikləri öyrənən ziyarətçilər öz nəzəri biliklərini ikinci hissə olaraq praktikada tətbiq edirlər. Hal-hazırda sizə praktiki hissəni təqdim edirəm. Burada bizə iki növ dəmir və şüşə olmaqla toplar təqdim edilir və bu topları hazırladığımız yarış trekində hərəkət etdirərək yarış trekinin sonunda yerləşdirilən avtomobilə toxunmasını təmin etməliyik. Top maşına dəydikdən sonra maşın hərəkətə başlayır və biz qrafik vasitəsilə maşının neçə saniyə ərzində nə qədər yol getdiyini hesablaya bilərik və bu hesablama nəticəsində biz maşının sürətini tapa bilərik.